Həsrətinizə qurban. Ürək səni yaşamağa qoymur. Bəli, ürək olması için sən qocalmazdı. Dünyadan xəbərimiz olmur. Bir də görsən, eşidirik ki, ən yaxın adamımız rəhmətə gedib. Elədir, bizim xəbərimiz olmadan dünya boşalır. Dünya boşalır, xəbərimiz yoxdur. Bəzən biz deyirik nakamdır, amma bir saatlıqsa da insandır. 50 yaşında, 200 yaşında, yəni ölüm acısını hər kəs dadacaqdır. Allah Xudaya rəhmət eləsin, sağında, solunda yatanlara da. Onlardan sonra təkcə Nurəddin mi qaldı, yoxsa ətrafınızda dostlar yenə var? Yox, var. Amma hamısına dost demək olmaz. Başqa yeni tanışlar əmələ gəldi. Mən dedim ki, bu bir dörtlüydü. Bu dörtlüydü. Qeyri-adi bir dörtlüydü və hər kəsin heyrət elədiyi dörtlüydü. Bu tənhalığa ki, gətirdim, söhbəti çıxartdım. Ümumən tənhalıq nədir və xüsusilə şair tənhalığı nədir? Sizin aləminizdə. Çox dəhşətli sualdır bu, dəhşətli sualdır. Ən çox qorxduğum təhlikdir. Ruhen, fikrən tək qalmaq. Amma Allaha çox şükür olsun ki, mən də sizin kimi kövrəlmişəm. Bax, mən də kövrək deyirəm bunu. Siz elə xoşbəxt bir adamsınız ki, bir 200 milyona yaxın adam sizinlə köhlənir. Bir Erzurum bayatçısı var. Dünyaya yayaq gəldim, yəni piyada, yaya sözündəndir. Dünyaya yayaq gəldim, yatmadım, oyaq gəldim. Ömür deyir, 100 il keçdi, ürək deyir, bayaq gəldim. Bəli, düzdür. Bayaq gəldim, 100 il keçib deyir, bayaq gəldim. Yəni bir 10 dəqiqə bundan əvvəl gəlmişim. Bəli, Türk soyunun bəxtiyarı olduğunuz üçün ağlınıza mı borçlusunuz, ürəyinizə mi? Buna bənzər bir sual da vermişdim. Ağlınıza mı borçlusunuz, ürəyinizə mi? Ürəyimə, daha çox ürəyimə. Həsrətinizə qurban. Ürək səni yaşamağa qoymur. Bəli, ürək olması için sən qocalmazdın.